Salam, hörmətli coğrafiya müəllimləri, coğrafiyadan MİQ-ə hazırlaşan müəllim namizədləri və ikinci qrup abituriyentləri. Yeni hazırladığım konspektin sizə nə qədər faydalı olacağını göstərmək üçün əvvəlcə 2025-ci ilin may ayında keçirilmiş imtahan suallarına baxaq. Bu səhifədə 8 sual var. 8 sualın 7-sinin və onların içərisindəki anlayışların qarşısına qırmızı ilə işarə qoymuşam. Qırmızı işarələr onu göstərir ki, burada olan anlayışlar hamısı konspektdə var. Beləliklə, bu səhifədə 8 sualdan 7-sinin cavabını konspektdə tapa bilərsiniz. İkinci səhifədə 9 sual var. 9 sualın 7-sinin cavabını konspektdə göstərmişəm. Növbəti səhifədə 7 sual var. 7-sinin də cavabını konspektdə tapmaq mümkündür. Axırıncı səhifədə isə 6 sual var və 6 sualın 4-ünün cavabını konspektdə tapa bilərsiniz. Mən sizə konspektin nə qədər faydalı olacağını əyani olaraq göstərdim. 72 səhifəlik rəngli konspektin bəzi səhifələrinə baxaq. İlk səhifədə coğrafiyada istifadə olunan alətlərin şəkillərini qoymuşam. Abituriyentlərin ən çox qarışdırdığı 3 anlayış: işıqlanma qurşaqları, istilik qurşaqları, təzyiq qurşaqları. Litosfer tavaları, onların adları, hərəkət istiqamətləri, hərəkət edərkən yaranan relyef formalarını hamısını burada göstərmişəm. Adını eşitdiyiniz bütün vulkanları bu səhifədə tapa bilərsiniz. QR kodlar vasitəsilə qoyduğum videolar mövzuya aid olan anlayışları sizin üçün daha da aydın edəcək. Relyefə aid olan bütün anlayışlar hamısı bir səhifədə. Adını eşidib özünü görmədiyiniz bütün eksogen proseslər zamanı yaranmış relyef formalarının şəkilləri hamısı bir səhifədədir. Okean dibində olan bütün relyef formalarının hamısını bu səhifədən tapa bilərsiniz. Materiklərin uzqar nöqtələrini, materiklərin neçə yarımkürədə yerləşdiyini və uzqar nöqtələrin hansı iqlim qurşağında, hansı ölkədə və təbii zonada yerləşdiyini bu səhifədən görə bilərsiniz. Öyrənməkdə çətinlik çəkdiyiniz bir mövzu: süxurların geoloji yaşı, hamısı bir səhifədə. Öyrənməkdə çətinlik çəkdiyiniz faydalı qazıntılar mövzusu. Bu mövzuya aid olan faydalı qazıntıların şərti işarəsini, onların harada yerləşdiyini və hansı yataqda çıxarıldığını hamısını görə bilərsiniz. Avropanın bütün çaylarını, göllərini bu qədər gözəl başqa harda tapa bilərsiniz? Bütün qitələrə aid olan ada, yarımada, dəniz, körfəz, boğazları bu qədər gözəl başqa yerdə tapmaq mümkün deyil. Avstraliya və Okeaniyaya aid olan coğrafi obyektləri bu qədər gözəl başqa harda görmüsünüz? Xəzər dənizində olan coğrafi obyektlərin çoxluğuna baxın. Bu qədər çox obyektin hamısını birlikdə ancaq bu konspektdə görə bilərsiniz. Ölkəmizə daxil olan hava kütlələrini öyrənmək baxın nə qədər gözəldir. Çətin mövzulardan olan iqlim tiplərini, onlara aid olan anlayışları bu səhifədə çox rahat öyrənə bilərsiniz. Materiklərin ərazisindəki səhraları bu səhifədən çox rahatlıqla tapa bilərsiniz. Təzyiq qurşaqlarının sxemini bilməyən şagird heç vaxt ona aid olan anlayışları və iqlim qurşaqları mövzusunu öyrənə bilməz. Qoruqlar və milli parklar. Bütün müstəqil ölkələri və onların paytaxtlarını heç bir səhifədə gördünüzmü? Beynəlxalq təşkilatlar hamısı bir səhifədə. Dünya təsərrüfatı sahələrinin hamısını bir səhifəyə yığmaq mümkündürmü? Bəli, mümkündür. Dünyanın əsas gəmicilik limanlarının 60 dənəsini bir səhifədə tapa bilərsiniz. Ölkəmizin ərazisindəki iqtisadi rayonları və onlara aid olan anlayışların hamısı bir səhifədə. 14 iqtisadi rayon və onlara aid olan əlamətləri öyrənmək
Bu konspektdə daha rahatdır. Kontur xəritəni konspekt halına gətirmək bu qədər gözəl ola bilər. Sizə 72 səhifəlik rəngli konspektin təxminən 10 səhifəsini çəkib göstərdim. 72 səhifədə olan məlumatların hamısı sizə qəbul imtahanında 30 sualdan ən az 20-25-ni düz yazmağa kömək edəcək. Əgər konspekti sifariş vermək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.